Dünən İlham Əliyev dedi ki, əgər Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçimində səs verə bilmirsə, bu məhkəmənin Azərbaycan haqqında çıxardığı qərarlar da etibarsız sayılacaq. Biz səs vermə hüququndan məhrum olunmuşuq. O hakimlərə səs verməmişik. Kim olduqlarını bilmirik, prezident deyib. Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hər il yüzlərlə şikayət göndərilir. İlbəil göndərilmiş şikayətlərin sayında da artım müşahidə olunur. 2022-ci ildə 389, 2023-cü ildə 438 şikayət göndərilmişdisə, 2024-cü ildə şikayətlərin sayı 600-ə çatıb. Şikayətlər əsasən işgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu, mülkiyyət hüququnun pozuntusu, ifadə azadlığı hüququnun pozuntusu haqqında olur. Bəs Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tanımaya bilərmi? Hüquqşünas Səməd Rəhimli deyir ki, İlham Əliyevin dedikləri əsassızdır. Azərbaycan bundan imtina edə bilməz. Hakimlərin seçkisində biz iştirak eləməmişik, tanımadığımız hakimlərdir. Biz ona görə icra eləmirik, amma belə bir şey yoxdur hal-hazırda. Hətta legitimliklə bağlı 3 dənə hakim seçilibdir. Azərbaycan nümayəndə heyətinin səs vermə hüququ dondurulandan bəri. O hakimlərin heç biri də bizim işlərə baxan seksiyada, yəni bölmədə deyirlər. Yəni bu iddia, legitimliklə bağlı bu iddia əsasında Azərbaycan Avropa Şurasının üzvüdür. Hətta Avropa Şurasından çıxsa və yaxud da Avropa İnsan Hüquqları Konvensiyasına çıxsa belə, çıxandan 6 ay sonra ərzində belə, yəni həmin müddətdən sonra belə Azərbaycana qarşı məhkəmənin səlahiyyəti var. Həmin müddətdə məhkəmənin qəbul etdiyi qərarları da Azərbaycan icra eləməlidir. Hüquq müdafiəçisi Fuad Əhmədli deyir ki, İlham Əliyevin qurduğu sistem avtoritarizm və repressiyanı davam etdirdi. İnsan haqları, azad media, fikir azadlığı ilə bağlı tənqidləri göz ardı etdiyi üçün aşbada iştirak etməkdən məhrum edildi. Üstəlik İlham Əliyev qərarları icra etməyəcək deməsindən əvvəl də həmin qərarlar icra olunmurdu. Belə ki, Fuad Əhmədli ilə bağlı 2024-cü ilin fevralında Avropa Məhkəməsinin çıxardığı qərar hələ də icra olunmur. Onun üçün təyin olunan 3400 avro təzminat hələ də ödənmir. Həminki cərimə hələ də ödənilmir və mənlə eyni vaxtda ayrı-ayrı aksiyalarda iştirak edən, sərbəst toplaşmaq azadlığından istifadə edən, ayrı-ayrı qanunsuz həbslərə və qeyri-insani rəftarlara məruz qalan ictimai-siyasi fəallar, onlarla bu insanları saymaq olar ki, bu insanların hər birisi eyni qaydada, yəni cərimələrini təzminat qazanıblar məhkəmədən, amma təzminatlarını ala bilmirlər. Yaxşı, burada sual olunur. Bu bəyanatı rəsmi qaydada etməmişdən əvvəl, bu proqnozu rəsmi qaydada efir vasitəsindən verməmişdən əvvəl Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Məhkəməsi qarşısındakı vəzifələrini yerinə yetirirdimi? Yaxşı, necə olur ki, həminki dövrdə deməli Azərbaycan hakimiyyətinin, Azərbaycanın nümayəndə heyəti səs verdiyi hakimlərə görə onlara etimad göstərirdi. Belə çıxır ki, onların əleyhinə çıxarılmış qərarları da icra eləməlidirlər, amma elə ki, icra eləməyiblər, bu bir. İkincisi, Dağlıq Qarabağ ərazisində, Qarabağ torpaqlarının işğal altında olduğu zamanlarda həminki işğalın özündən, bu işğaldan əlavə Azərbaycanın milli mənəvi fikirlərinin, belə deyək, mədəniyyət irsimizin orada barbarlığa məruz qalması ilə bağlı, erməni vandalizminə məruz qalması ilə bağlı da Azərbaycan hakimiyyətinin özünün müraciətləri var. Yaxşı, tamam, bir qərarı əgər sən icra etmirsənsə və bu qərarı gələcəkdə icra etməkdən imtina edirsənsə, onda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, Azərbaycanın ərazi bütövlüyündə törədilmiş hadisələrlə bağlı necə biz etimad göstərib Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verə bilirik? Jurnalist Əfqan Muxtarlı da Avropa Məhkəməsinin barəsində çıxardığı qərarın icra edilməməsindən şikayətçidir. Deyir ki, İlham Əliyevin şantaj xarakterli bu çıxışı ciddi qəbul edilə bilməz. Çünki İlham Əliyevin elə bir ciddi imkanları yoxdur ki, Avropa Birliyi və Avropa Şurasına qarşı durmaya getsin. Və neft, qaz olmaq o demək deyil ki, bu sən hər dediyini eləyəcəksən. Neft, qaz olmaqla bərabər eyni zamanda bu neft, qazı satmaq üçün bazar lazım. Azərbaycan enerji resurslarının, neftin, qazının ən böyük alıcısı Avropa dövlətləridir. Avropa Şurasına üzv olan dövlətlərdir. Mən İlham Əliyevin bu çıxışını şantaj xarakterli çıxış kimi dəyərləndirirəm və hesab edirəm ki, Avropa Şurası
İlham Əliyevin bu kimi addımların qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edə bilər. Eyni zamanda sanksiyaları tətbiq edə bilər ayrı-ayrı fərdlərə, İlham Əliyevin özünə qarşı, İlham Əliyevin ailə üzvlərinə qarşı.